Salam bir daha, axşamınız xeyir olsun qardaşlar və bacılar. Mən bildiyiniz kimi bir neçə gün bundan qabaq bir video paylaşmışdım. Səhifəmdə qoy buradan göstərim. Gördüyünüz kimi bu videodur. 258,7 mindən çox yəni izlənmə sayı var bu videoda. Gördüyünüz kimi yorumlardakı 256 dənə yorum var hal-hazırda. Deməli, gördüyünüz kimi az qardaşlar və bacılar, yəni bir çox suallar verirlər, cürbəcür fikirlər, müxtəlif fikirlər səsləndirilir. Biri deyir ki, Əfqanistanda ay göründü, nə bilim, biri deyir ki, məsələn, indi bayram namazı nə vaxt olacaqdır, nə bilim. Qardaşlar, baxın, xahiş edirəm, Quran-ı Kərimdə bayram bizə dənə ayətdə işlənibdir. Maidə surəsində 110-111 belə ayələrdə İsa'nın həvariləri İsa'dan süfrə istəməkləri üzərinə İsa Allahdan süfrə istəyir və onu ilkimizə və sonrakımıza bayram olsun deyir. Yəni Allahdan bizə, yəni hər birinizə hər zaman nəsə bir xeyir, sevinç dolu bir ruzi, bərəkət gəlirsə, hər gününüz, hər zamanınız bayram olur. Allah insanların keçirdiyi bayramlara qarışmır. İstər yenil keçirin, istər Novruz keçirin, istər Qurban keçirin, istər Ramazan adı qoyub bayram keçirin. Bu bizim qoyduğumuz adlardır, bizim keçirdiyimiz bayramlardır. Bu bayramların İslamla heç bir əlaqəsi yoxdur yəni. Anlaşıldı nə demək istədiyim. Və birincisi deyib bayram namazı. Qardaş, bayramın özü Qur'ana görə deyil. Deyirlər bayram günü oruç tutmaq məsələsinə toxunurlar. Qoy proqramı da göstərim. Proqramın adı nədir deyirlər? Super ay yazırlar, super ay. Ay evrələri də yazsanız çıxar. Yəni bu proqramı yükləsəniz, mən buradan indi sizə göstərəcəm. Qoy açılsın burada da. Ha, tamam. Gördüyünüz kimi baxın. Yəni indi danışacağım, bayram sözünü deyim, sonra bu mövzunu da əlaqə eləyərəm. Baxın əziz qardaşlarımız. Bayram dedik məsələsi dini bir məsələ deyil. Allah bayram əmri verməyibdir. Bayram keçirin deyə bir şey yoxdur. Sadəcə Yahudilər özlərinə bir bayram uydurdular. Xristiyanlar özlərindən bir bayram uydurdular. Müsəlmanlar da özlərindən Zilhəccə ayının 10-cu gününün heyvan kəsmək məsələsi deyə, İsmail qurbanlığı deyə bir qurban bayramı uydurdular və Ramazan bitdikdə də bir bayram uydurdular. Və həmən günü axşamını fitrə çıxmaq məsələsi. Bu ki, fitrə deyilən bir şeydə sədəqə, yetimə, yoxsula yardım göstərmək. Bu hər zaman olmalıdır. Nəinki bir təkcə Ramazan ayında belə bir şey çıxardıb qoyurlar. Bunlar, belə deyək də, bu Ramazan məsələsindəki bayram məsələsi insanların uydurduğu bir şeydir. Bu namaz, bayram namazı deyə bir namaz da yoxdur. Ay nə bilim Cəfər Təyyar namazı, nə bilim Səlman Farsi namazı, nə bilim filan hacət namazı, nə bilim nə namazı namaz uydururlar. Quranda 2 dənə səlat var. Səhər vaxtı, axşam vaxtı Quranın təlimini Allah namaz adlandırıb oxumaq. Bildiyin kimi bir kitabı məktəbdə dərsini müəllim verəndə nətər gəlib o dərsə hazırlaşırsansa, sənə gələn 6236 ayənin belə deyək də ardıcıl səhər, axşam davamlı olaraq o kitabın bütün dərslərini təlim eləməyin adı səlatdır. Aydındır. Bayram namazı deyilə bir namaz. Birinci namazı bunların qıldığı namaz uydurmadır. İkincisi bayram namazı deyən bir namaz yoxdur Quranda. Anlaşıldı nə istəyirəm. Hə, qaldı ki bizim siyam məsələmizə, oruç tutmaq məsələmizə, qoy bunu biraz balacalandıraq. Bizim oruç tutmaq məsələmizə, siyam eləmək məsələmizə, əziz qardaşlarımız. Biz baxın, xahiş edirəm. Bu ayı geri çevirsəm, gedirəm, deyirlər ki, bir dəqiqə gözlüyün bir şeyi də sizə göstərəcəm. Bir dəqiqə. Baxın, bu proqram, məsələn, sünnidə şiədə fərqi yoxdur. Proqram şiə proqramıdır, təqvimdir. Gördüyünüz kimi 20'si mart 2026 Şəvvalın 1-i deyə qeyd ediblər. Bu teleskopla qurulan bir təqvimdir. Quran bizə teleskop üzərindən təqvim qurmur. Aydındır. Demir ki, iti görən insanlar ayın şahid, yəni hilalın doğusuna şahid olsalar, Ramazana siyamını etsinlər və yaxud da bitirsinlər. Anlaşıldı. Normal görmə qabiliyyəti olan insanlar ayı, yəni hər bir insan ayın hilalının doğuşunu görsə siyam eləyir və təzədən bir də yeni hilal doğanda bitirir. Tamam. İndi bunlar geri qaytaran
fevralın baxın 18-i gününə fevral Ramazan ayının biri qoyubdu. Doğrudur ya yox? Gəlin görək 18-i günü hilalda işıq varmı? Gəlin bir dənə diqqət elə. Fevrala qayıdıram. Bax geri dönüş eləyirəm, gedirəm dala gələrək. Baxın xahiş edirəm. Fevralın da 18-indəyik. Xahiş edirəm diqqət eləyin. Qoy bunu 0% işığa gətirim qoyum. Deməli 17-si günü axşam 20:06 radələrində ayda 0 var. Yəni teleskopla belə hilal görünmür. İşıq yoxdur. Və irəli doğru getdikcə deməli 0,9 belə deyim 1% işıq ha vaxt baş verir. 20 fevralın 18-i günü hilal vəziyyəti ilə teleskopda görünməklə, yəni fiziki gözlə mümkün deyil ki, görünsün. 1% işığın 14 günorta radələrində, 14:48-də 1% yaranır. Günorta radə. Biz siyam eləyəndə günorta tutmağa başlayırıq, yoxsa səhər tezdən? Səhər tezdən. Doğrudur. Ona görə deməli səhər tezdən hilal yoxdur ayda. Anladın nə demək? 1% işıq yaranır günorta saat 14:48-də. Deməli 18-i günü mümkün deyil ki, Ramazandan sayılsın. İrana doğru gedirik və 19-u günü gəlirik, 5% işıq olmalıdır ki, ayda ən azı hilal görünsün. Baxırıq ki, axşam tərəfi 17:54-də fevralın 19-u axşam hilal göründü. Deməli 18-i axşam görünmür, gecəsi görünmür, gün ortasında görünür. Bu da qəbul olunmur. Niyə? Çünki gecədə görməlisən ki, səhərini oruç tutasan. Düzdür? Deməli 18 Ramazandan deyildi. Bu təqvimdə bir gün yanlışı göstərdi. İndi istəyən budur qardaş. Mən yəni deyir hər şey göz qabağındadır. Kör gör də. Yəni niyə bir-birimizi aldadaq ki? Bir gün oruç artıq tutmağın ucbatından 1000 dənə hoqqadan çıxırsınız. Belə eləməyin mənası nədir ki? Niyə bir-birimizi aldadaq ki? Baxın, axşam 17:54 radələrində 5% ayda hilalı var. 19-u günü hilalı gördükmü? Və 19-u günü axşam hilalın görünməsinə dair çəkili videoda var idi, baxdım, fevral ayının 19-u. Və 19-u axşam görmüşüksə də 20-si Ramazan ayının 1-i. Yəni bu Ramazan ayının hilalın görüşü birinci gecə və səhəri də başlayırsan gündüzündə siyam eləməklə. Deməli, biz əslində 19-u tutduq orucu. Amma Ramazan ayı 19-unda başlamır, 20-sində başlayır. Birinci orucun 20-sinə düşür. Fevralın 20-sinə. Doğrudur ya yox? Və gedirik qabağa doğru. 20-sində başlayan bu oruc gəlir, deməli, indi bu günləri neçəsidir? Deməli 19-u. İndi gəlirik biz 19-una doğru. Baxın, xahiş edirəm. Qoy bunu belə də fırlayaq. Bizə dəqiqə. Tam bitsin. 0. Baxın, 19-u axşam 01:51 radələridir. 19-u. İndi bu dəqiqə 2:47-də. İndi biraz qabağa aparacağım. İndi baxırıq ki, ayda işıq 0%-də. Hələ 19-u gecəsindəyik. Yeni teleskopla belə görülmür. Ayda işıq görülmür. 19-u günü deməli əsla bayram ola bilməz. Aydındır. Bu günləri 19-una keçmişik də, gecəsindəyik. Ramazan ayının indi bir dənə məsələ deyim sizə. Əgər 19-undan hesablayırlarsa teleskopla gedənlər 10 gün 28-i fevral 10 gün eləyir. 10 gün oradan 19 gündə martdan. Neçə eləyir bu? 29 gün. O zaman Ramazan deməli bu günləri 29-cu günün siyamını tutacağıq. Amma biz dedik ki 19-u axşam göründüyünə görə 19-u axşam görünübsə də 20-si oruca başlamışıq. Bir gün artıq tutduq da 19-unu da tutmuşuq biz. 20-si başlayırsa da bu günlər Ramazanın 28-ci günün orucunu tutacağıq. Yəni 20-si 29 gün olacaq. 21'i 30 gün tamamlanmış olacaktı. Çünkü Ramazan 20'sinde giripti. Akşam hilalı görərsən, səhər də durub siyam eləyərsən. Qayda budur da qardaşım. Yəni Allah'ın qanunu budur. İndi davam edirik. Baxırıq görək, bu ayda hələm 0,1% işıq yaranır neçəsində?
12-18 radələrində, yəni gündüzdə, günorta radələrində 0,1. Gedək irəliyə doğru 1% işıq nə vaxt yaranır? Baxın, 20'si gecə saat 2:18 radələrində gecə 20'si günü 1% işıq var, 1%. Və bu ancaq teleskopla görünə bilər. Deməli, teleskopla gedənlər üçün, yəni cihaz vasitəsilə ayın görülməsini yetərli görən toplum üçün Ramazan ayının finişi, tamamlanması son oruç günü 20'sinə düşür. 20'si günün orucunu tutacaqlar və yaxud da tutmaya da bilənlər deyərsən ki, məsələn, gecədən qabaqda 20'sinin gecəsindədir. Bəli, 20'si günü bayram edə bilərlər deyək ki. Anlaşılır, amma 20'si günü tutulmalıdır gözlə görənlər üçün. Çünki 1%'dir. Davam edirik, biraz da qabağa gedirik. 5% işığın yaranmasına doğru hərəkət edirik ki, gözlə görüləcək dərəcə, çünki 5%'dan sonra mümkün olur. Bu şəkildə biz 21 günü 04:18'də ayda işığın olduğunu görürük. Anlaşıldı. Və biz buradan anlayırıq ki, 21 günü 5% işıq var, yəni siyamdan qabaq. Deməli, 21 günü oruç tutmaya bilərik. Yəni cihaz yox, yalın gözlə ayı qəbul edənlər 21 günü oruç tutmadan bayram edə bilər. Yəni 20'si son oruç günü olacaqdır. Siyamın son oruç günü 20'si günüdür. 21 günü bayram edə bilərik. Niyə? Çünki sübh əzanından deyəkdən loru dillə. Çünki əzandan götürürlər axı vaxtı. Fəcr vaxtı da, fəcr vaxtından qabaq ayda 5% işıq yarandığı bəllidir. Hilal görünür yəni. Və bu gün 21 günü axşama doğru getsək, biraz da qabağa gedək, günorta geçsin axşam. Bax. Axşam radələri deyək ki 8,5% ayda işıq var. Bu artıq 2 günlük hilalı göstərməyə yaxın bir zamandır. Ona görə də artıq 21 günü əsla Ramazandan deyildir. Və bu minvallar Ramazan ayı cihaz vasitəsilə qəbul edənlər üçün 29, teleskop vasitəsilə qəbul edənlər üçün 30 gün tamamlanmış olur. Anlaşıldı nə demək istəyirəm? Yəni cihazla qəbul edənlər 30 gün siyam etmiş olur, 19'unu sayır. Amma gözlə görənlər 19'unu tutsa da belə Ramazandan deyil. Çünki 19'u günü axşam hilal görüldü, 20'sindən başlayır. Onlar üçün 29 günlük siyam olmuş olur. Sözüm bu qədər. Qaldı ki, bütün sualınıza da bazardığım qədər cavab verdim. Həm təqvimi göstərim. İstəyənlər girib yoxlaya bilər. Bu da Şiə təqvimi yaslanıb çıxacaqdır. Baxın, dediyimiz kimi 20'si başlayıbsa burada Ramazan 3'ü göstərir. Çünki birinci 18'dən başlayıbdır. Bu mənim günahım deyil. Təqvimi teleskopla qurduqlarına görə bu vəziyyət yaranıbdır. Ona görə də məni qınamayın. Mənə də burada etirazda yenə başladılar. Yenə etiraz gəlir, yenə şeylər. Vallahi mən də sizlə bərabər siyam edirəm. Mən də bildiyim qədərində sizi məlumatlandırmağa çalışmışam ki, yəni biləsiz ki, nə var, nə yox. Yəni bu müştehidə bağlı məsələ deyil, alimə bağlı məsələ deyil. Hər birimiz üçün hilal görünməsi məlum olmağın yolu var. Ya özün görürsən, ya da ki ətraf bölgələrdə indi hamı əlaqə saxlaya bilir. Yəni ola bilər burada hava tutqun olsun. Bakıda, Şəkidə, nə bilim Zaqatalada, Gürcüstan, Türkiyə, Azərbaycan, yəni eyni üfüqdə yaşadığımız, yaxın məsafədə olan bir yerdən xəbər gəlsə ki, vəhdətül üfüqdə olanlar, yəni eyni üfüqdə olanlardan xəbər gəlsə ki, qardaş, hilal doğmuşdur, görünmüşdür gözlə, bu da şəkili, hepsi deməli bayramdır, səhərsə dur bayram elə. Burada müştehidin qərarı yoxdur. Burada sən yəqinə çatmalısan, mən yəqinə çatmalıyam. Və yaxud da telefonla buna indi girib ayı izləmək mümkündür, proqram var. Girib izləyirik, baxırıq, görürük ki, qardaş, ayın 21'indən tez bayram edə bilmərik. Yəni bayram deyirsiniz də, ona görə deyirəm. Mən bayramı zaten belə qəbul etmirəm. Yəni Quranda bayram deyə bir anlayış yoxdur. Bir də bir sonda bir söz də deyim. Bir də bayram günü oruç tutmaq haramdır iddiası. Qardaş, bayram Quranın əmri deyil. Bayram günü deyə bir şey yoxdur. Namazı yoxdur.
O da qala ki, həmən günü oruç tutmağın haramlığı olsun. Allah Nəhl surəsində deyir ki, dilinizin uydurduğu yalana sasan, o halaldır, bu haramdır deməyin, Allah'a iftira atmış olursunuz. Ona görə də xahiş edirəm, biz də uşaqlıqdan eşidirik ki, deyirlər bayram günü oruç tutmaq haramdır, nə bilim nə. Amma bir araşdırın ki, kim deyir bunu? Ki, hansı günü oruç tutmaq olar və olmaz. Məsələn, Məhərrəm ayının 10-u əhl-i sünnə bayram hesab edir və oruç tuturlar. Əgər bayram günü oruç tutmaq günahdırsa da, niyə o siz İbrahim oddan qurtuldu, nə bilim Nuhun gəmisi Cudi dağına gəldi, dayandı, nə bilim Firon Musaya qalib gəldi. Bir çox hadisələr deyirsiniz Məhərrəm ayının 10-unda baş verib və o günü oruç tutursunuz. Şiə də deyir ki, o gün oruç tutmaq haramdır çünki İmam Hüseyin şəhid olubdur. Yəni bayram sevinc əlaməti, belə oruç sevinc əlaməti daşıyır. Bu gün oruç tutmaq olmaz. Bu günləri İmam Hüseynə qalib gəldiklərinə görə Yezid və onun qoşunu oruç tutur deyə bir iddialar sürürlər orada. Yəni baxırsan ki, boş-boş danışırlar, yəni hər iki tərəfdə. O ki, qardaş, hansı gün istəsən siyam edə bilərsən, bunun nə bayram günü olmaz, başqa gün tutmaq olar, nə bilim nə. Belə kimi şeylər bu insanların fikirləridir. Cəmaatı belə deyim də şey edirlər. Qaldı ki, müştəhidin fətvasını da boş verin, televizor nə deyir, boş verin, özünüzün gözünüz gördüyünüzə inanın, öz ağlınızla araşdırın. Dediyimiz kimi proqramda yüklüyün, izləyin, baxın, təqvimləri yoxlayın. Yəni hilalı görmədən Ramazan başlamır, hilalı görmədən Ramazan bitmir. Hilalla gördüyün kimi sabahsını oruç tutursansa da hilalı gördüyün zaman da sabahsı günü da tutmursan. Bu qədər sadədir. Yəni 20-si günü axşam hilalı kimsə görsə, 20-si günü axşam, 21 günü oruç tutmayacaq. 19-u axşam görsə, 20-si günü tutmayacaq. Bu qədər sadədir. Yəni gör və sabahını da tutma. Görmürsənsə də və yaxud da görən iki adil şəxsdən sənə güvəndiyin adamdan dəlil gəlmirsə də, bir də bir söz deyim, biri Amerikada deyir, məsələn Amerikada mümkün deyil, çünki Amerikada bizdən sonra orada səhər açılır, yəni biz ondan qabaq axşam edirik, onlardan qabaq səhər açılır, onlar bizdən sonra 12 saat aramızda arada bir fərq yaranır, 10 saat, 12 saata yaxın bir zaman var. Ona görə də, məsələn, bəlkə bildir, Əfqanistanda hilalı görüblər. Qardaş, Əfqanistanda deyək ki, görüblər fərq edək. Saat fərqi varsa da arada, sən eyni vaxtda səlat etmədiyin kimi, eyni vaxtda siyamını bağlamadığın kimi, eyni vaxtda açmadığın kimi bayramı da eyni zamanda eləyə bilməzsən. Çünki müxtəlif üfüqlərdə yerləşən adamlar eyni üfüqdə oruç aça bilməz, adamlar kimi ola bilməzlər. Anlaşıldı demək istəyirəm. Yəni, adi Bakıda 14 dəqiqə Gəncə ilə bir fərq var. Məsələn, səhər 14 dəqiqə bir adam rahat yemək yeyə bilər. Onlar siyamını bağlayırlar, amma mən burada hələ nə edirəm? Yemək yeyirəm. Gəncə 14 dəqiqə ondan sonra yetişir yəni zaman. Anlaşılır, burada 14 dəqiqə fərq elirsə, Əfqanistanla buranın arasında fərq eləməyəcəkmi? Bir əcənə ağlımızda işlədəyin. Məqsədin özünə bir, istəyirsən kimsə sağ bir şey istəyir, gəl get kəf elə. Bir gün yəni artıq siyam eləməklə sən bir şey itirmirsən. Amma bunu tamamlamaqda səbirli ol, tələsmə, bir gün tez başlayırsansa da bir gündə gec qorxma ki, deyirlər bayram günü oruç tutmaq haramdır, ay nə bilim, ya da bu sizi aldadırlar, sizin başınızı, yəni inanmayın onların sözünə. Yəni Allah niyə bir gün artıq oruç tutdun, niyə bayram günü oruç tutdun ki, gir cəhənnəmə mi deyəcək? Biraz ağlınızı işlədim. Salam olsun hidayətə tabi olanlara.